أعوذ بالله من الشيطان اللعين الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين. الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم ثم الصلاة والسلام على أهل بيته الطيبين الطاهرين المعصومين ولعن الدائم على أعدائهم أجمعين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Kim diyar ağlama sen kər bu bəla sərvərinə? Kim diyar ağlama sen kər bu bəla sərvərinə? Canımız cümlə fəda olsun onun əkbərinə. Canımız cümlə fəda olsun onun əkbərinə. Ağladı ərz-i səma təşnə ölən əsğərinə. Ağladı ərz-i səma təşnə ölən əsğərinə. Bir daha bu əza günləri münasibəti ilə, bu qəmli günlər münasibəti ilə, Peyğəmbərin qəlbinin dağlandığı günlər münasibəti ilə başda Mövlamız, sərvərimiz, Həzrəti İmam-ı Zaman ağa olmaqla hər birinizə təsliyyət diləyirəm. Allah bizləri Həzrəti Hüseynin yolundan ayrı salmasın heç bir zaman. Həzrəti Peyğəmbəri Əkrəm buyurur ki, İnnə liqətlil Hüseyn əleyhissalam hərarətun fi qulubil mü'minin La təbrudu əbədən. Həzrəti İmam Hüseyn ağanın şəhadətinə görə möminlərin qəlbində elə bir hərarət olar, elə bir atəş olar ki, bu heç bir zaman sönməz. Hər il Muhərrəm olanda, hər il Aşura gələndə bu hərarət daha da artır. Çünki insan görür ki, cəhalət elə bir dönəm gətirir, insanların cahilliyi elə bir dönəm gətirir ki, Peyğəmbərin balasının başını nizələrdə gəzdirirlər. Və bunu bir-birinə ötürərək namaza tələsirlər. Cəhalət olanda belə olur. Bunun üçün biz üç şeyin üzərində çox çalışmalıyıq. Bizim boynumuzda çox böyük vazifələr var ki, üç şeyi düzəldək. Biri budur, inanclarımızı düzəldək. İnanclarımızda olan müşkülləri həll eləyək. Allahla rabitəmizdə ki, inancımız Allahdır, onu düzəldək, sağlam eləyək. İkincisi budur, əxlaqi problemlərimiz həll olmalıdır. Üçüncü vəzifə budur ki, əməllərimiz düzəlməlidir. Rəhmətli mərhum İmam Xumeyninin bir sözü var. Deyir, bizim 3 cəhənnəmimiz var. Bizim 3 dənə cəhənnəmimiz var. Biri kötü və yanlış inancların cəhənnəmidir. İkincisi, kötü və yanlış ahlakın cəhənnəmidir. Bəzi insanlar əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah deyirlər. İnanclarında müəyyən qədər bir miqdar düzəldirlər. Amma əxlaqlarını düzəldə bilmirlər. İkinci cəhənnəm bunun üçündür ki, deyir, əxlaqı düz olmayan insanların cəhənnəmidir. Üçüncüsü,
əməllərin cəhənnəmidir. İnsan gərək bunlara diqqət eləyə, həyatındakı xilas ola bilər. Gərək bunların üçün də sağlam eləyəsən, həyatdakı Hüseyni bir həyat yaşaya biləsən. Alimlərdən birinin gözəl bir sözü var. Deyir, Aşura Sarəllahdan İmam Zamana qədər, Əba Salihə qədər olan dönəmin düzəlməsi üçündür. O ki, İmam Hüseyin Allah üçün axıdılan qandır. Aşuradan Əba Salihə qədər, İmam Zamana qədər gərək biz bu Aşuradan dərs alıb özümüzü düzəldək, xətalarımızı düzəldək. Bu necə olur? Sağlam əqidə, sağlam əxlaq və sağlam əməllərlə düzəlir. Üçü birlikdə olduğu zaman imam sevən bir toplum ortaya çıxır. Əgər insan həyatında bunları düzəldə bilməsə, müşküllər həll olmur, kərbəlalar həll olmur, aşuralar bitmir, aşuralar devam edir. Onun üçün insan inancı ilə rəftarın düzəltməlidir. Yoxsa xəcalətli olar İmam Zaman ağanın yanında. Xəcalətli olar qiyamətin günündə. Bir tələbə var idi, bir hoca var idi Qumda. Bu başqa şəhərdə yaşayırdı. Əllamə-i Təbatəbainin deyir, kitablarını çox oxuyurdum. Allah rəhmət eləsin Əllamə-i Təbatəbaiyə. Bilirsiniz, duymusunuz, İslamın böyük müctehidlərindən biri idi, filosof idi, arif idi. Deyir, oxuyurdum Əllamə-i Təbatəbainin kitablarını, aşiq olmuşdum ona. Və elə bilirdim, elə əqidəm düzəlir bunu oxuduqca, əxlaqım düzəlir, özümdə bir dəyişiklik hiss edirdim. Dedim, gedim Quma, gedim bu Əllamə-i Təbatəbaini bulum Qumda, gedim onun yanına ziyarət edeyim, belə böyük bir şəxsiyyəti. Deyir, gəldim Quma, elə bir köprünün üzərindən keçirdim, gördüm bir əmmaməli seyyid var, əmmamə başında, libasla. Yaxınlaşdım buna, gördüm üzərinin elbisələri elə də zəmanəyə uyğun gözəl deyil, səliqəli deyil. Biz deyən kimi o gözəl şəkildə geyinməyib. Deyir, biraz belə buna iyi baxmadım. Dedim, bura bax, tələbədir, gedib gözəl elbisə alıb geyinmir. Yenə yaxınlaşdım buna, dedim, Əllamə-i Təbatəbai ağanın evin lazımdır mənə, onu soruram. Onun adresini deyə bilərsiniz. Əllamə-i Təbatəbaidə məruf bir müctehiddir, hər kəs tanıyır. Deyir, bəli, gedərsən filan sokağa, filan yerə, filan adres onun evidir. Dedi, bundan sağollaşdım, ürəkdən də sağollaşmadım. Çıxdım, getdim, hərəmi ziyarət eləyir, biraz gəzir. Sonra deyir, getdim bunun adresinə, bunun evinin bulunduğu yerə, Əllamə-i Təbatəbainin evin ki demişdilər. Gəldim, qapının zilin çaldım, gördüm, həmin seyyid çıxdı qapıya. Yenə də deyir, buna iyi baxmadım ki, bu öz üzərinə iyi baxmır, çox gözəl geyinməmişdi. Deyir, Əllamə-i Təbatəbainin evi lazımdır mənə. Dedi, evet, buradır, sən demişdim adresi, buradır. Deyir, Əllamə-i Təbatəbainin özün istəyirəm, onunla görüşə bilərəm. Deyir, buyur, görüşə bilərsən. Mənəm Əllamə-i Təbatəbai sənin qarşındayım. Deyir, öz-özümə çox kötü oldum. Halım dəyişdi. Dedim, mənə niyə demədin bəs orada ki, sən Əllamə-i Təbatəbaisən? Deyir, sən mənə demədin ki, sən kimsən? Sən sadəcə adres sordun. Mən də dedim ki, Əllamə-i Təbatəbainin evi budur. Öz-özümə deyir, xəcalət çəkdim. Xəcalət çəkdim ki, mən elə bilirdim, oxuduqlarımla düzəlmişəm, içimlə dışım bərabərdir, İslamla hökm eləyirəm, topluma İslami qanunlarla baxıram, sən demə oxuduqlarımın bir faydası olmayıb indiyə qədər. Mən hələ də insanlara dış görünüşünə görə qiymət verirəm. Onun üçün İmam Xümeyni deyir ki, 3 cəhənnəm var. İnancın, ədəbün, əməlin. Bunların üçü də düzəlməlidir. Əgər bunlar düzəlməsə, insan xəcalətli olar qiyamətin günündə.
İmam Hüseyin aleyhissalam da bizə Mina xutbəsində anladır ki, yəni içinizlə dışınızı düzəldin. İmam aldadan olmayın. İmam qandıran olmayın. Ağır sözdür, hə? İnsan bəzən elə bir hala gəlir ki, imamı qandırır. Deyir, mən imam zamanımın gəlişinə hazıram, amma əməlində, rəftarında ki, buna hazır olmur, onun üçün imamı aldatmış olur. Əmir-əl-Müminin Küfəlilərə bilirsiniz nə deyirdi? Bir xütbəsində deyir ki, qatələkumullah, Allah sizi öldürsün ey Küfəlilər. Ləqəd mələ'tum qəlbi qayhən, mənim qəlbimi irinlə doldurdunuz. Allah sizi öldürsün ey Küfəlilər. Və şəhantum sadri qayzən, mənim qəlbimi qeyzlə doldurdunuz. Və cərrə'tumuni nuğəbət təhmamin ənfasən. Deyir ki, mənə kədər və sıkıntının acı yudumlarını nəfəs-nəfəs itirdiniz. Nəfəs-nəfəs itirdiniz. O Küfəlilər ki, Peyğəmbər camisində cəm olmuşdular. Peyğəmbərin xütbələrini duymuşdular. Peyğəmbərin sünnətlərini görmüşdülər. Amma o ki, əxlaq, inanc və əməl birlikdə cəm olmamışdı, Əmir-əl-Mümininin qəlbin qan eləmişdi Küfəlilər. Deyir, qəlbimi qan eləmişsiniz mənim. Və əfsədtum aləyyə rəyi bil-isyani vəl-xizlali. İsyanınız və məni yalnız buraxmanız yüzündən planlarımı boşa çıxardınız mənim, ey Küfəlilər. O cəhalətizlə. Hətta ləqəd qalət Qureyş. Düşünün, Əmir-əl-Müminin kimi bir şəxsiyyət gəlib Küfəlilərə deyir ki, mənə tabi olun. Küfəlilər bilirsiniz nə deyirdi Həzrəti Əliyə? Deyirdi ki, İnnə ibn Əbi Talibin rəculun şüca. Həzrəti Əli, bəli, şücaətli bir kişidir. Və lakin la ilmə ləhu bil-hərb. Amma müharibəni, savaşı anlamır. Peyğəmbər balaları həmişə belədir də. Bugün də elə Peyğəmbərin balasını belə məzlum eləyiblər. Yanında olan düşmənlər, qıraqda olan düşmənlər. O ki, anlamadılar vilayət nədir, o ki, anlamadılar imam nədir. Bugün də oturublar, necə ki, o Musa Kazım ağanın zamanında dedimi, ağa zindandaydı, İmam Hüseyin üçün əzadarlıq eləyirdilər, gedib onun zindanının qapısını açmırdılar. Bugün də Əli balaları haqq yolundadır, onu məzlum saxlayıblar, Həzrəti Əlidən danışırlar. İmam Hüseyin əleyhissalam bunun üçün Mina xütbəsində bizə anladır ki, ey insanlar, ayılın. Mina xütbəsində bir konuya dənir İmam Hüseyin əleyhissalam. Nədir o konu? Ən mühüm olan konulardan biridir. Əmr bi məruf, nəhyəz münkər. Biz Aşura və Kərbəlanı istəsək bilək nə üçün olub? Aşura və Kərbəla nə üçün oldu? İmam Hüseyin əleyhissalam iyiliyə davət edirdi, kötülüklərdən çəkindirirdi. Bunun üçün oldu Aşura. Deyirdi ki, insanlar yanlış eləməyin, hata eləməyin, Allahla isyan eləməyin, Allaha qarşı çıxmayın. İ'təbiru əyyuhannas, ey insanlar, diqqətli olun. Bima və'azəllahu bihi əvliyəə. O şeydə diqqətli olun ki, Allah bunu muizə eləyir. Allah özü bunu sizə çatdırır. Min su'i sənaihi aləl-əhbar. Allah Quranda bəzən Yahudilərin, kahinlərin pisləyir. Din adamların pisləyir. Niyə pisləyir? İz yəqul buyurur ki, Ləvla yənhahumur Rabbaniyyun. Əgər bunların o din adamları, din alimləri insanları kötülüklərdən çəkindirsəydilər vəl əhbaru ən qavlihimul ism, yəni kötü sözlərdən çəkindirsəydilər, insanlar doğru yola yönələrdilər. Amma bunu etmədilər. İslamda da bu var. Baxın, dünyada bu günləri susqunluq var. Hər kəs bilir, haqqı tanıyır.
Amma susublar. Əmr bi mərufun 2 dənə tərəfi var. Buna diqqət edək. Yəni yaxşılığa davət etməyin, kötülüklərdən çəkindirməyin 2 tərəfi var. Birincisi budur. Sənə vacibdir ki, yanlış gördüyün zaman ona hatırladasan ki, sən yanlış yapırsan, düzəltməlisən. İkinci tərəfdə var, bu haqda biz düşünmürük. İnsanlar çox zaman birinci tərəfə odaqlanıblar, fokuslanıblar ki, birinci tərəfdə kimdə yanlış gördün deyə bilərsən. İkinci tərəfi var aşuranın ki, özümüzə qayıdır. Yəni, yaxşılığa dəvət olanda qəbullana biləsən. Özümüzlə bir tərəziyə qoyaq öz baxışlarımızı. Görəsən nə qədər olub bizə bizim yanlışımız deyildikdə qəbul eləmişik? Nə qədər olub? Biz hər bir ayə olanda onun müsbət tərəfin, iyi tərəfin özümüzə çəkirik. Bu günləri görürsünüz də, moddur bu günləri. Bir ayəti kəsirlər, şücaət haqqında olan ayəti qoyurlar WhatsApp durumlarına. Sanki bu ayət elə bunun haqqında nazil olub, şücaətli elə bu olub orada. Peyğəmbərin bundan xəbəri olmayıb, nəuzubillah. Görürsən bir dənə gözəl qeyrət, şərəf haqqında hədis görür, dərhal qoyur durumlara ki, yəni mən buyam, mən buyam. Amma insan belə olmamalıdır. İnsan baxmalıdır ki, görəsən həqiqətən mən nəyəm, mən kiməm? İmam Hüseyin ağanı o insanlar şəhid elədilər ki, yanlışların anlamırdılar. Hataların anlamırdılar. İnsan bu hapsdən, bu məndən çıxmalıdır ki, xilas olsun. Bu böyük bir dərddir. İnsanlar həmişə əmr bi mərufun öz tərəfin qəbul eləyirlər. Kimsə yanlış elədi, onu təsdiqləyirlər, deyirlər yanlışdır. Amma özün qəbullana bilmirlər. Amma manəvi hastalıqlarda belə deyil ya. Görürsən insanın qalbi bir balaca sızıldayır, qoşur doktora. Dişi sızıldayır, qoşur doktora. Onu gizlətmir. Tez gedir, hər bir testi də verir ki, hastalığın bəlli olsun, şifa bulun. Əgər getməsə nə olar? Qalacaq bir zamana ki, artıq çarəsiz olar. Diş düsə çıxarıb atmalıdır. Qəlb düsə, iş işdən keçibsə, cənazə şəklində aparıb dəfn edəcəklər. İnsanın öz ruhu da belədir. Əgər zamanında tədavi eləməsin, zamanında ruhun xastalıqların şifa verməsin, yanlışlıqları görməsin, düzəlməzsən heç bir zaman. Onun üçün buna diqqət edək. Bəzən görürsən adam, bilirsən də bu yanlışdır bu iş. Amma 1000 dərədən su gətirir. 1000 dənə bəhanə gətirir. 1000 dənə ayət gətirir. Misal deyirəm də, hədis gətirir. Bir o qalıb Allahın adından da bir söz desin, özün düz çıxartsın, saf çıxartsın. Hayır, belə olmayaq. İmam Zamana belə şeyə lazım deyil. İmam Zamana belə adam lazım deyil. Belə adam heç bir zaman islah olmaz. Çünki onun Allahı da özüdür, imanı da özüdür, dini də özüdür, xidməti də özüdür, hər şey özüdür. Aha, Kərbəla belə hastalıqların mərkəzi idi. Kərbəla belə hastalıqların mərkəzi idi. İnsanlar yalnız və yalnız özlərini qəbul eləyirdilər. Onun üçün biz neynəməliyik? Bir, özümüzü tanımalıyıq. 2, özümüzü bulmalıyıq. 3, özümüzü düzəltməliyik. Özümüzü tanımalıyıq deyəndə nə deməkdir? Allah Qur'an-ı Kərimdə buyurur ki, ya eyyuhəl-ləzinə amənü, ey möminlər, əleykum ənfusakum. Bax, özünüzdən müğayət olun, özünüzü tapın. Ardınca başqa bir ayədə buyurur ki, ey insanlar, Allah sizi kəramətli xəlq elədi. Allah sizi kəramətli xəlq elədi. Və ləqəd kərrəmnə bəni Adəm. Biz Allah bəni Adəmi, Adəm övladlarını çox kəramətli, ağıllı xəlq eləmişik. Və fəddəlnəhum alə kəsirin bimən xaləqnə təfdilən mimmən xaləqnə. Deyir, və insanların, varlıqların içində sizə fəzilət vermişik ki, siz özünüzü tapasınız. Ki,
düşünün Allah niyə xəlq eləyib insanı? Allah insanı məgər onun üçün fəqət xəlq eləyib ki, sabah get çalış, axşam gəl, get qəhvə iç, get çay iç, get yeməyi ye, get zamanını orada burada öldür, axşam gəl, yat. Allah bunun üçün xəlq eləməyib. Allah deyir, xeyr, mən səni bundan daha uca bir hədəf üçün xəlq eləmişəm ki, öz qiymətini bil. İkincisi nədir? Özünü bul. Bildin Allah insanı niyə yaradıb? İndi gör sən hansı mərtəbədəsən? Bu zordur. Biz hepimiz özümüzü sonuncu mərtəbədə görürük. Yox. Allah eynəyi ilə, Allah gözlüyü ilə, Qur'an gözlüyü ilə bax. Gör sən bu həqiqi aləmin hansı mərtəbəsindəsən? Bu zaman insan özünü düzəldir. Özünü aşağıda da görsün, bu sənin üstünlüyündür. Ki aşağıda görmüsən, düzəlt və qaldır özünü. Özünü Allah'a yetişdir. Əgər yuxarıdasansa da qiymətini bil, qədrini bil, hesabını bil ki, Allah sənə böyük bir neymət veribdir. Böyük bir neymət veribdir ki, səni bu qədər əzəmətli eləyibdir. Bunlar hepsi bizim manevi hayatımızın sınırlarıdır. Kimisi birincidə ilişib, kimisi ikincidə ilişib, kimisi də üçüncüdə ilişib. İmam Hüseyin ağa gəldi ki, bizləri bu sınırlardan keçirsin, bizləri bu bəlalardan xilas eləsin ki, gələk çataq ali məqamlara. Ki buyurur ki, İnnəmə abəllahu zəlikə aleyhim. Allah məhz onları buna görə qınıyıb. لأنهم كانوا يرون من الظلمة الذين بين أظهرهم المنكر والفساد. Diyor çünkü o insanlar ne edirdilər? Görürdülər dünyanı fəsad bürüyüb ama ağızları açılmırdı bir söz desinlər. Görürdülər yanlış işler görülür, ağızlarını açmırdılar. Elə susmuşdular. Sanki bəla verilib bunlara, ağızları açılmamalıdır bunların. Xeyr, gördünsə deməlisən, فَلَا يَنْحَوْنَهُمْ عَنْ ذَٰلِكَ. İnsanları yanlışlardan çəkindirmirdilər. رَغْبَةً فِي مَا كَانُوا يَنَالُونَ مِنْهُمْ. Çox mühümdür ya. Niyə? Yanlış insanları görür, amma demir onlara. Çünki oradan umacaqları var. Çünki oradan umacaqları var. Bir yaşlı kişi gəldi İmam Səccad əleyhissalamın yanına, dedi, ağacan, mən yıllarla Bəni Üməyyənin xidmətində olmuşam. Yıllarla sarayda hizmət yapmışam. Və Beytulmalı ürəkləri necə istəyib elə harcamışam. Mənim üçün tövbə var. Allah məni qəbul eləyər. İmam Səccad ağa buyurdu ki, la əbədən. Allah səni qəbul eləməz. Sənin üçün tövbə yoxdur. Çünki sən zamanında bunu yapmamısan. Zamanında bu yanlışığı düzəltməliydin ki, gəlib bu məqama yetməyəsən. Hətanın bu qədərinə gəlib çıxmayasan. Onun üçün biz də zamanımızda bu yanlışları düzəltməliyik ki, Allah Quranda buyurur ki, məndən qorxun, insanlardan qorxmayın. İnsanların xətaların gördüyü zaman deyin, yanlışlarınızı düzəldin ki, Kərbəla təkrar olmasın. İnsanlığın ölümü təkrar olmasın. Onun üçün də çox diqqətli olaq. Bu Aşurada, bu Muhərrəmdə özümüzü düzəldək. Hüseynə özümüzü təqdim eləyək. Hüseynə nə istəyirsə bizdən onu verək. Həzrət İmam Hüseyin ağa bizi istəyir bizdən. Ki bu günlərdə bunu düzəldək. Əgər düzəltməsək, əgər bu yanlışlıqlar getməsə, bu bəlalar bizdən getməsə, heç bir zaman xilas ola bilmərik. Bu kərəm qapısıdır, bu izzətli qapıdır. Gəlmişik bu qapıdan istəyək. Ay Allah, nə olar? Məni xilas elə bu qapıdan. Məni xilas elə bu qapıda, bu bəlalardan. Bir müsəlman var idi, deyir, getdi ticarət dalınca başqa bir ölkəyə, müsəlman ölkəsi deyildi. Getdi, deyir, ora, çalışırdı, öz işindəydi. Bir hanımla rastladı, özür dilərim. Aşıq oldu bu hanıma. Ki bununla evlənmək istəyir. Bir gün, 2 gün, 3 gün gördü, yox. Artıq ağlım başımdan çıxır. Gəldi, yaxınlaşdı bunun babasına.
Dedi ki, bəs mən belə bir iş görmək istəyirəm. Sizin qızınızla evlənmək istəyirəm. Dedi, müşkülü yoxdur. Amma ortada bir problem var, bir müşkül var. Nədir o müşkül? Sən müsəlmansan, biz nəsraniyik. Biz nəsranilər müsəlmanlara qız vermərik. Deyir, qaldım öz-özümə, Allah neyniyim, dinlə, dünya arasında qalmışam. Dedim, yox, mümkün deyil mən müsəlmanlıqdan əl çəkəm. Olmaz ki. Getdim deyir işimin dalınca. 3 gün, 5 gün, 10 gün gördüm, yox, alınmır. Artıq kontrolum əlimdən çıxıb. Dedim, nə olar, gedim, yalandan da olsa deyim ki, mən müsəlmanlıqdan çıxıram. O qədər ki, evlənim, ondan sonra həll eləyərəm. Getdim, deyir, elçiliyə, qızı aldıq, evləndim, dedim, mən də nəsraniyəm, sizdənəm. Biraz keçəndən sonra, deyir, gəldim evə. 1 gün, 2 gün, 5 gün, gördüm, yox, mən qayb etmişəm. Nəyin müqabilində satmışam mən. Deyə də bilmirəm, Allah neyniyim, desəm məni öldürərlər ki, mən bunları aldatmışam. Otururdum, deyir, bir küncdə həp ağlayırdım. Həzrəti Seyyid-i Şühada İmam Hüseyin ağanın adı gəlirdi hatırama, ağlayırdım. 1 gün, 2 gün, 3 gün gördüm, dözə bilmirəm. Gəldim hanımın yanına, dedim, hanım, məsələ belədir. Mən müsəlmanlıqdan çıxmamışam. Hanım da görür, həp ağlayıram. Dedə görüm, niyə ağlayırsan? Əgər mantıqlı bir şeydirsə, mən qəbul eləyərəm də. Deyir, bizim bir Seyyid-i Şühədamız var idi, Həzrəti Hüseynimiz. Mən çox vicdan əzabı çəkirəm. Mən dünya malına görə dəyər miydi? Hüseyni satdım, gəldim, özümü nəsrani kimi göstərdim. Dəyər miydi? Xanım, bilmirəm neyniyim, istəyirəm təlaqı verim, ayrılım səndən. Çünki daha gedib davam eləyə bilmirəm həyatıma. Deyir, hanım dedi ki, yox, ehtiyac yoxdur. Əgər bu Hüseyin yaxşı Hüseyindirsə, mən də bunu qəbul eləyim, elə bir yerdə Hüseyni ağlayaq. Deyir, mən dedim, roza oxuyurdum, elə başlayaq zikri müsibətə. Mən deyir, Hüseyndən deyirdim, ağlayırdım, xanım da qoşulurdu, mənə ağlayırdı. Mən danışırdım Kərbəlanın susuz əsğərindən, xanım ağlayırdı. Mən danışırdım Kərbəlanın Əli Əkbərindən, xanım ağlayırdı. Qısa zaman keçəndən sonra xanım kötü bir hastalığa düçar oldu. Dedilər, çarəsi yoxdur, öləcək xanım. 1 gün, 2 gün qısa zaman sürdü, hanım dünyadan köçdü. Hanımın dünyadan köçdü o Hüseynə ağlayan xanım. İndi bunun babası gəldi, anası gəldi, dedi ki, biz bunu gərək öz adət ənənəmizlə dəfn eləyək. Biz bunu öz adət ənənəmizlə dəfn eləyək. Mən də bir söz deyə bilmədim. Götürdülər, deyir, bu hanımı dəfn elədilər nəsranilərin məzarlığında. Nəsranilərin məzarlığında dəfn elədilər. Özümə sığa bilmirdim ki, ay Allah, Hüseynin aşıqı necə ola bilər nəsranilərin məzarlığında dəfn olsun. Bir gecə deyir, qərar verdim ki, gedəcəm o məzarı açacam, onu oradan götürüb aparacam müsəlman qəbirstanlığına. Bu fikirdəydim, deyir, gecə getdim, məzarlığı açdım, gördüm bir dənə yaşlı kişi. Hanımın məzarda yoxdur. Nə qədər deyir, çox təəccübləndim, qorxdum, Allah neyniyim, necə eləyim, bu nə bir möcüzədir, bu necə bir işdir. Gəldir, deyir, uyudum, rüyamda gördüm, Həzrəti Hüseyin gəldi rüyam. Dedi, sən elə bilirsən, biz aşiqlərimizi orada buraxarıq. Sən elə bilirsən, biz aşiqlərimizi tənha buraxarıq nəsranilərin qəbirstanlığında. Mənim hərəmimdə bir yer var idi, orada layiq olmayan biri dəfn olmuşdu. Sənin hanımımı gətirdim, orada dəfn elədim, onu götürdüm, apardım nəsranilərin qəbrinə. O
Nəsrani idi, sən bir ömür Hüseyni ağlamısan, görürsən sənin üçün neyniyər. Həzrət Hüseynin bir nazlı balası var idi, Əli Əsqər balası. 6 aylıq körpə balası. Heç bir günahı yox idi, heç bir xəncəri yox idi, silahı yox idi, zirəyi yox idi. İmam Hüseyin ağa Kərbəlaya gələndə onu da gətirmişdi özü ilə. Həmişə deyirdi, Nazlı Əsqər, Nazlı Əsqər, 6 ay. Hacətiniz varsa bugün isteyin, ha, hədis var. Deyir, hər kimin böyük hacəti var desin, ilahi, bir dəmil məzlum. İlahi, sənə and verirəm o məzlumun qanına, ona xatir müşkülü müəllim. İmam Hüseyin əleyhissalam Aşura günü gördü, hər kəs şəhid olub, kimsə qalmayıb. Dəvət elədi, dedi, ey ümmət, yoxmu bir nəfər Peyğəmbərin hərəminə yardım eləsin? Gördü kimsə yoxdur, gəldi istədi Əli Əsqərlə sağollaşsın, getsin, balasını öpüb getsin. Gəldi Ümmü Külsümə tapşırdı, dedi Ümmü Külsüm, Əsqərdən müğayət olasan, o 6 aylıq balamdan müğayət ola. Bilirəm daha gedəcəksiniz, əsir düşəcəksiniz, xeymələriniz yanar, çöllərdə sizi gəzdirərlər, əli bağlı gəzdirərlər, Əsqərimlə müğayət ol. Bir Ümmü Külsüm dedi ki, qardaş, 3 gündür Əli Əsqər su içmir. Belə gedərsə Əli Əsqər canın tapşıracaq, qardaş, neyiniyim? Herkesi susturmak olur, 6 aylık körpəni susturmak olur. İmam Hüseyin ağa dözə bilmədi, aldı 6 aylık körpəni, gəldi meydana. Dedi, ya qom, ey qom, İlləm tərhamuni fərhamu hadə tiflə. Mənə ki rəhm etmirsiniz, heç olmasa bu körpəyə rəhm eləyin. Bunun ki bir günahı yoxdur, bu ki xəncərlə gəlməyir. Əmə tərəvnəvə keyfə yətələzzə ətşə ətəşə. Görmürsünüzmü, deyir, susuzluqdan necə titriyir əlimdə. Qan olaydın Fərat, Fəratın suyu axır. Bütün heyvanlar itirlər, Hüseynin balasına yoxdur suda. Ömər Səd işarə elədi Hərmələyə, dedi Hərmələ vur. Dedi hansın vurum, atanı vurum, balanı vurum. Dedi görmürsən balaca balanın boğazı necə parıldayır, oradan vur. Allah sənə lənət eləsin Hərmələ. Vurdum boğazım, başım bədənindən ayırdı Əli Əsqər. Müsibət bilirsiniz nədir? Müsibət bu deyil ki. Ən böyük müsibət bilirsiniz nədir? Düşünün, sizə evdən bir körpəni veriblər. Ki evin kişisi sənsən, götür buna su gətir. O balanın boğazı bitilsə, onu necə gətirərsən evə ki, su gətirə bilmər. Gördülər Əli Əsqər Hüseynin qucağında geri qaydı. Səkinə qaçdı qabağa, dedi ata, deyəsən Əsqərə su vermirsən, sudan səsi çıxmır. Deyəsən sudan sirab olub, daha ağlamır ata. Xanımlar hamısı qaçdılar, başladılar başlarına döyməyə. Qurban olum əyava rübab. Əsqərin anası çıxmadı çölə, qorxdu Hüseyin xəcalət çəkər ki, balasını başsız gətirib yanına. Həzrət Hüseyin dedi, Zeynəb rübabı çağır, o da gəlib sağollaşsın balasıyla. Rübab aldı, başsız bədəni əlinə, Əli Əsqər. Bala, mən səni su üçün göndərmişdim, mən göndərmədim ki, başım bədənindən ayrılar.